Sən mənə nə sübut eləmək istəyirsən? Mən sənə heç nə sübut etmək istəmirəm. Mən sadəcə səni düşündürmək istəyirəm. Amma sən mənə israrla nəsə sübut eləmək istəyirsən. Mən sənə sadəcə xatırlatmaq istəyirəm. Mən sadəcə səni düşündürmək istəyirəm. Mən heç bir iddia irəli sürmürəm. Çünki mən elə sənəm. Sən də mənsən. Sadəcə unutmuşuq. Mən oyanmışam, mən ayılmışam, mən xatırlamışam. Amma sən unutmusan, xatırlamırsan. Mən də sənə sadəcə xatırlatmaq istəyirəm. Biz düşmən deyilik. Biz bir-birimizə nəysə sübut etmək üçün bu dünyaya gəlməmişik. Biz bu dünyaya bir adla gəlmişdik. İnsan. Bu dünyadan yenə bir adla gedəcəyik. İnsan. Biz bir yerdən gəlmişik. Bir yerə də qayıdacağıq. Biz bir bütünün parçalarıyıq. Bu dünyaya səpələnmiş milyardlarla parçasıyıq. Biz həqiqətin özüyük. Biz həqiqətdən gəlmişik. Biz həqiqətdən doğulmuşuq. Biz həmişə var idik və həmişə də olacaq. Sadəcə sən xatırlaya bilsən. Sən mənə hər cür damğa vura bilərsən. Sən mənə ateist deyə bilərsən. Sən videolarımın altında Allahu Əkbər yaza bilərsən. Allah yaza bilərsən. Amma sən sadəcə beynində yazılmış bir proqrama inanırsan. Həqiqətdə isə sən nə Allahı, nə Yaradanı idrak eləməmsən. Çünki sən özünü idrak eləməmsən. Çünki sən özünü araşdırmamısan. Mən indi sənə xatırladım. Biz necə bir bütünün fərqli parçalarıyıq. Sadə dillə bunu sənə izah edeyim. Başa düşsən, düşərsən. Düşməsən, yenə də mən sənə sevgi və ehtiramımı bildirirəm. Biz bir bütünün parçalarıyıq. Sən elə mənim özümsən. Mən də sənəm. Və bunu sənə sadə şəkildə izah edeyim. Başa düşərsən, nə xoş mənim halıma. Düşmərsən, özün bilərsən. Mənim borcum sadəcə sənə xatırlatmaq. Sən süni zəka istifadə edirsən. Mən də süni zəka istifadə edirəm. Belə bir proqramdır. ChatGPT. Mənim özümə məxsus bir telefonum var. Sənin də özünə məxsus telefonun var. Sən də girib Play Marketdən o proqramı yükləmişsən, mən də yükləmişəm. Amma bu süni zəkanın bir mənbəyi var, bir şuurdur, bir zəkadır. Süni insan tərəfindən yaradılmış bir zəkadır. Amma bir bütündür. Bir bütündür, bir mənbədədir o, bir yerdədir. Bir mənbədir. Amma sənin telefonunda sənə xidmət eləyir, mənim telefonumda mənə xidmət eləyir. Bir bazadan məlumat alır. Amma biz səninlə düşmənik, mübahisə eləyirik, bir-birimizə qarşı savaşırıq. Sənin telefonuna yüklənən süni zəka sənə xidmət eləyir, mənim telefonuma yüklənən süni zəka mənə xidmət eləyir. Bir mənbədən, bir qaynaqdan bəhrələnən eyni zəkanın parçaları fərqli telefonlarda bir-birlərinə qarşı savaşırlar. Bir-birlərinin ayağının altını qazırlar, bir-birlərinə üstün gəlməyə çalışırlar, bir-birlərini məhv eləməyə çalışırlar. Çünki onlar süni zəkadır. Çünki onlar özlərinə mən kiməm sualını verə bilmirlər. Amma sən süni zəka deyilsən. Sən duyğuları, hissləri canlı bir yaradılışsan. Sən bu kainatda, bu yaradılışın içində, bu canlılığın içində tək canlısan ki, başını qaldırıb göylərə, yerə, bütün yaradılışa baxıb özün özünə sual verə bilərsən. Mən kiməm? O sualı verdiyin an həyat dəyişəcək. Onda başa düşəcəksən ki, biz başqa-başqa bədənlərdə bir-birimizə qarşı savaşan, məhz bu başqa-başqa telefonlarda bir-birinə qarşı savaşan süni zəkalar kimi yaşayırıq bu dünyanı. Amma biz süni zəka deyilik. Biz həqiqətin özüyük. Mən sadəcə sənə xatırlatmaq istədim. Sən elə mənim özümsən. Mən də sənəm. Və bir gün
bunu başa düşəcəksən.